Pensiyaların artımı ilə bağlı ən son məlumatlardan xəbərdar olmaq üçün videonu bəyənin və kanalımıza abunə olun. Dəstəyiniz bizim üçün çox önəmlidir. Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildə minimum pensiyanın məbləği müəyyənləşəcək. Bunu Bakusa açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdirilib artırılacaq. İndeksasiya faizi ilə bağlı yalnız ilin sonunda rəqəmləri söyləmək mümkün olacaq. Çünki indeksləşdirmə ilə bağlı faiz 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq müəyyənləşir. Ona görə də həmin artım faizinə uyğun olaraq 2025-ci ilin yanvarından əmək pensiyalarının artırılması həyata keçiriləcək. Gözlənilir ki, bununla bağlı sərəncam fevral ayında imzalanacaq. Çünki fevral ayının əvvəllərində Dövlət Statistika Komitəsi 2024-cü ildə orta aylıq əmək haqqındakı artımla bağlı faizi elan edib. Daha sonra həmin faizə uyğun olaraq cənab prezident tərəfindən sərəncam imzalanır. Amma sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, artım yanvardan hesablanır. Yanvar ayındakı artımlar da fevral ayının artımları ilə birlikdə vətəndaşlara təqdim olunacaq. Bu indeksləşdirmə əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Həm yaşa görə, həm ailə başçısını itirməyə görə, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyası artacaq. Pensiya alanlar üçün A xəbər, artımlar bu tarixdən olacaq. Deputat həmçinin qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsində sosial təminat və sosial müdafiə sahəsinə 4 milyard 998 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2024-cü illə müqayisədə 14% çoxdur. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu, ƏYM büdcəsini və digər sosial xərcləri nəzərə alsaq, həm dövlət büdcəsinin, həm də icmal büdcənin xərclərinin təxminən 45%-i məhz sosial istiqamətə yönəldiləcək. 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatın 45 manatı sosial istiqamətə yönəldilən vəsait olacaq. Pensiya və minimum əmək haqqındakı artım faizləri noyabr və dekabr aylarındakı müzakirələr nəticəsində yekunlaşacaq və növbəti ildən etibarən artımların həyata keçirilməsini müşahidə edə biləcəyik. Minimum pensiyanın artırılması istiqamətində addımların atılması sosial rifahın yüksəldilməsi baxımından müsbət tendensiyadır. Xüsusilə inflyasiyanın yüksəldiyi dövrdə pensiyaların indeksasiyası və minimum pensiyanın artırılması vətəndaşların alıcılıq qabiliyyətinin qorunması üçün vacib mexanizmdir. Bu qərarların daha çevik şəkildə həyata keçirilməsi və sosial ödənişlərin real həyat şərtlərinə uyğunlaşdırılması insanların gündəlik həyatına birbaşa müsbət təsir göstərir.